xeyir olsun. Hazırda Avropanın meteorolojik peyk görüntülərinin Orta Şərq ölkələri üçün son məlumatların təhlillərinə əsasən mart ayının 27-si artıq günün ikinci yarısına doğru ekstratropik siklon sisteminin daha da güclənməsi müşahidə edilir və bu sistemin Xəzər dənizinə doğru daxil olması fonunda martın 27-sindən 28-sinə keçən gecə 28 mart gün ərzində prosesin daha da güclənməsi gözlənilir. Xüsusilə də martın 27-sindən 28-sinə keçən gecə martın 28-i günün birinci yarısında yağıntıların lokal leysan xarakterli, intensiv, güclü Azərbaycanın xüsusilə ilə də Böyük Qafqazın şimal-şərq yamaçlarında Quba, Qucar, Xaçmaz, Xızı, Şabran ərazilərində, Dağlıq Şirvanda və Abşeron arasında isə yağıntıların şiddətli və aramsız yağması gözlənilir. Xüsusilə də bu prosesdə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, Aralıq dənizinin şərqində formalaşan ekstratropik tipli siklon sisteminin artıq hər keçən saat daha da güclənməsi müşahidə edilir və bu sistem hazırda Azərbaycan arasına doğru daxil olub. Sistemin mərkəzi Azərbaycandan bir qədər aralıda yerləşsə də, sistemin xüsusilə də sağ qolunun Xəzər dənizindən Qafqazın cənubu Azərbaycan arasına doğru intensiv xarakterli topay yağış buludlarının inkişafı üçün münbir sinoptik şəraitinin yaranması müşahidə edilir və bu topa yağış buludları artıq bu sistemin sağ qolu ilə Xəzər dənizindən Bakı arasına doğru daşınır. Prosesin xüsusilə də martın 27-sindən 28-sinə keçən gecə martın 28 günün birinci yarısında daha da şiddətlənməsi gözlənilir. Nəticədə bu sistemin artıq mərkəzinin Xəzər dənizi ərazisindən keçərək, yəni martın 27-sindən 28-sinə keçən gecə və martın 28 gün ərzində bu sistem artıq Xəzər dənizindən keçərək, xüsusilə ilə də Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda yağıntıların leysan xarakterli, intensiv, güclü, Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Dəvəçə ərazilərində yağıntıların şiddətli və aramsız yağması, eyni zamanda Abşeron arasında Bakıda və Bakının ətraf qəsəbələrində də yağışın aramsız leysan xarakterli olması, hətta martın 27-sindən 28-sinə keçən gecə martın 28-i günün birinci yarısında isə Bakıda yağışın aramsız lokal şiddətli yağması gözlənir. Proses nəticəsində Azərbaycanın əksər çaylarında sulluğun kəsişinin artması, sel daşqın hadisələrinin təkrarlanması ehtimalı var. Ən böyük risk isə Böyük Qafqazın şimal-şərq yamaçlarında gözlənilir. Böyük Qafqazın Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Dəvəçi, eyni zamanda Dağlıq Şirvan və Bakı, Abşeron, Sumqayıt ərazisində, Bakının ətraf qəsəbələrindəki aramsız, güclü, şiddətli leysan yağışları fonunda su basma hasarının artması gözlənir. Dağ saylarında sululuq artacaq. Bakıda əvvəlki dövrlərdə su basmaya məruz qalan qəsəbələrdə yenidən su basmanın təkrarlanması, qunun sularının yer səthinə çıxması, eyni zamanda mərkəzi aranda da Kür, Araz obalıqlı ərazilərində də qunun sularının yer səthinə çıxması və leysanla qarşılanan suların təsirindən bəzi yaşayış məntəqələrində su basma hadisələri gözlənir. Eyni zamanda Bakı, Abşeron ərazisində, Bakının ətraf qəsəbələrində, xüsusilə də Xəzər dənizinə yaxın olan ərazilər olan Bakının Maşlaqan, Nardaran, Bilgə, Xəzər rayonunun Buzovna ərazisi, eyni zamanda Xəzər rayonunun Binə qəsəbəsi, Hövsan ərazisində, Zilədə, eyni zamanda Bayıl və Şıq ərazilərində leysanın aramsız və güclü yağması, martın 27-28-sindən keçən gecə, martın 28-ci günün birinci yarısında yağışın şiddətli olması ehtimalı var. Nəticədə əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən su basmanın təkrarlanması ehtimalı var. Hətta yağışın gücünün artması fonunda Bakının şəhər mərkəzindəki yerli hissələrdə də su basma hadisələri gözlənir. Martın artıq 29-cu günün birinci yarısından başlayaraq ekstratropik siklon sisteminin bir xeyli zəifləməsi, lakin martın 29-u, 30-u və martın 31-i gündüz saatlarına qədər olan müddət ərzində bu siklonun qalıqlarının hələ də Azərbaycan arasında lokal xarakterli leysana səbəb olması ehtimalı var. Avropanın Lithium WF hava tədqiqatları mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən bu modeldə xüsusilə də yağıntı parametrlərinin ümumi təhlilləri haqqında məlumatları sizin diqqətinizi çatdıracaq. Mart ayının 27-sindən 28-sinə keçən gecə martın 28-ci günün birinci yarısında ekstratropik siklon sisteminin Xəzər dənizindən keçərək daha da şiddətlənməsi nəticəsində Azərbaycanın əksər rayonlarında leysan davam edəcək. Xüsusilə də ən böyük ciddi risk Böyük Qafqazın şimal-şərq yamacları olan Quba, Qusar, Xaçmaz, Şirvan, Dağlıq Şirvan, eyni zamanda Xızı, Dəvəçi, Şabran və Bakı, Abşeronun
ətraf qəsəbələrində bir sıra ərazilərdə su basma hadisələri gözlənilir. Xüsusilə də martın 27-sindən 28-nə keçən ildə martın 28-ci günün birinci yarısında leysanın daha da şiddətlənməsi, hətta aramsız yağması gözlənilir. Nəticədə Azərbaycanın Quba, Qusar, Xasmaz, eyni zamanda Xızı, Siyəcən ərazilərində və Dağlıq Şirvan ərazisində yüksək dağlıq ərazilərdə əriyən qar sularından leysan yağışlarının gətirdiyi sel sularının bir-birinin qarşıması fonunda çaylarda rekord miqdarda sululuqda artım gözlənilir. Xüsusilə də çay yataqlarına yaxın olan tikililərin dağılması, zərər görməsi ehtimalı yüksək qiymətləndirilir. Nəticədə mart ayının 27-sindən 28-nə keçən gecə martın 28-ci gün ərzində ümumilikdə leysan xarakterli yağışların çaylardakı sululuğa təsirləri martın 29-da davam edəcək. Nəticədə Quba, Qusar, Xasmaz, Xızı, Siyəzən, Dəvəçi və eyni zamanda Dağlıq Şirvan ərazisindəki çay yataqlarına yaxın olan tikililərin ciddi zərər görülməsi ehtimalı var. Həmin çay yataqlarına yaxın olan tikililərdə yaşayan əhalinin müvəqqəti olaraq daha təhlükəsiz əraziyə köçürülməsində vacib sayılır. Yəni bu işin görülməsi vacib sayılır. Çünki yanğınların xüsusilə də aramsız və şiddətli yağması nəticəsində bu prosesin davamlı inkişafı gözlənilir. Xəzər dənizindən daşınan şiddətli xarakterli topa yağış buludlarının təsirindən martın 28-ci günün birinci yarısında artıq yanğınların xüsusilə də artıq Bakı, Abşeron, Sumqayıt, Bakının ətraf qəsəbələrində aramsız şiddətli şəkildə davam edəcək. Eyni zamanda Dağlıq Şirvanda, Mərkəzi Aranın xüsusilə də Yevlax, Kürdəmir, eyni zamanda Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvarda və xüsusilə də Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xasmaz, Şabran, Dəvəçi, Xızıda, Dağlıq Şirvanda xüsusilə də yanğınların intensiv, güclü, şiddətli və aramsız yağması gözlənilir. Əraziyə qısa müddət ərzində, yəni 24-48 saat ərzində, ümumilikdə martın 29-cu günün birinci yarısına qədər olan müddət ərzindəki saatlarda əraziyə qısa müddət ərzində 300-500 mm, yəni 1 metrin kvadratına 300-500 litrə qədər yağışın yağması ehtimalı yüksək qiymətləndirilir. Nəticədə ərazidə geniş miqyaslı su basma hadisələrinin baş verməsi ehtimalı var. Ümumilikdə dünya praktikasına əsasən artıq İqlim dəyişikliyi nəticəsində bir sıra ölkələrdə erkən xəbərdarlıq sistemləri quraşdırılıb. Bu xəbərdarlıq sistemləri küllü miqdarda pul və saat tələb edir bu sistemləri quraşdırmaq üçün. Lakin qabaqlayıcı xəbərdarlıq sistemləri o deməkdir ki, artıq aramsız xarakterli şiddətli leysan yağışlarının daha çox hansı ərazilərə təsir etməsi haqqında məlumatlar təhlil olunur və daha çox insanların yaşadığı hansı ərazilərdə su basma, daşqın hadisələri, torpaq sürüşməsi baş verəcəksə, həmin ərazilərdəki əhaliyə xəbərdarlıq edilir və o həmin ərazidə yaşayan əhalinin müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülməsi vacib sayılır. Yəni dünya praktikasında bu həyata keçirilir. Artıq yaxın gələcəkdə də, artıq yaxın illərdə də, artıq Azərbaycanda da ekstremal hava şəraitinə erkən xəbərdarlıq sistemlərinin tam quraşdırılıb istifadəyə verilməsi artıq gözlənilir. Nəticədə artıq Azərbaycanda da artıq xüsusilə də Xəzər dənizinə yaxın olan şərq rayonlarında iqlim dəyişikliyi nəticəsində bu leysanların şiddətliyinin daha da artması gözləniləndir. Buna baxmayaraq Xəzər dənizinin səviyyəsi azalır. Xəzər dənizinin su temperaturunun yüksəlməsi, Xəzər dənizinin temperaturunun su temperaturunun yüksəlməsi artıq bu tip sistemlərin daha da şiddətlənməsinə səbəb olur və bu proses daha aydın şəkildə müşahidə ediləcək. Nəticədə xüsusilə də ən çox Azərbaycanda iqlim dəyişikliyi nəticəsində ən çox su basmaya, sel daşqına yaxın gələcəkdə məruz qalan ərazilərin ən əsası Böyük Qafqazın Quba, Qusar, Xasmaz, Şirvan, Xızı, eyni zamanda Dağlıq Şirvanda və Bakı, Abşeronun ətraf qəsəbələrində gözlənilir. Xüsusilə də Bakının ən çox da Maşdağa, Nardaran, Bilgə, Xəzər rayonu, Binə qəsəbəsi, eyni zamanda Hövsanda, Zirədə artıq bu proseslərin intensivliyinin yaxın gələcəkdə daha da artması gözləniləndir. Çünki Xəzər dənizi ərazisində keçən, yəni Aralıq dənizindən daxil olan ekstratropik tipli siklon sistemi artıq Xəzər dənizindən keçərək kifayət qədər faktiki olaraq bu sistemin şiddətlənməsi müşahidə edilir. Əvvəlki dövrlərdə belə proseslər çox nadir hallarda müşahidə edilirdi.
50 ildə, 70 ildə, 100 ildə bir dəfə müşahidə edilirdi. Lakin artıq iqlim dəyişikliyi nəticəsində bu tip proseslərin ildə bir neçə dəfə təkrarlanması gözlənir. Artıq modelin də göstərdiyi kimi Xəzər dənizindən keçən ekstratropik siklon sisteminin qalıqlarının daha da şiddətlənməsi gözlənilir. Nəzərə topa yağış buludlarının intensiv inkişafı fonunda martın 27-dən 28-nə keçən gecə, martın 28-i gün ərzində, hətta martın 29-u gündüz saatlarına qədər olan müddət ərzində aramsız şəkildə leysan yağışların yağması, ən çox da martın 27-dən 28-nə keçən gecə, martın 28-i günün birinci yarısında yağışın şiddətli və aramsız yağması gözlənir. Nəticədə xüsusilə də ən ciddi risk Böyük Qafqazın Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Dəvəçi, Dağlıq Şirvanda, eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində gözlənir. Bakı ərazisində ümumiyyətlə kanalizasiya sistemi çox zəif qurulub. Yağış suları üçün ayrıca kanalizasiya, yəni yağış sularının akıdılması üçün ayrıca sistemin quraşdırılması vacib sayılır və artıq belə şiddətli yağışlar nəticəsində artıq şəhərdə subasma hadisələrdə bu sistem əgər quraşdırılarsa, subasma hadisələri azala bilər. Lakin hazırda faktiki olaraq Bakıdakı və Bakının ətraf qəsəbələrindəki bərbad vəziyyətdə olan kanalizasiya sistemlərinin artıq bu suyu daşıması qeyri-mümkündür. Nəticədə martın 29-u gündüz saatlarına qədər olan müddət ərzində aramsız leysanların təsirindən Bakı, Abşeron, Sumqayıt ərazisində bir sıra qəsəbələrdə su basma hadisələrinin artması ehtimalı var. Hətta bəzi çökək qəsəbələrdə suyun səviyyəsinin 50 sm-dən 1 metrə qədər artması və ondan da artıq olması ehtimalı var. Xüsusilə də Xəzər dənizinə yaxın olan qəsəbələrdə bu proses daha aydın müşahidə ediləcək. Artıq bu ekstratropik siklon sistemi martın 28-ci gün ərzində intensiv şəkildə davam edəcək. Artıq martın 29-u gündüz saatlarına qədər olan saatlarda artıq tədricən bu sistemin dağılmağa başlaması gözlənilsə də, mart ayının 30-u və martın 31-də də bu ekstratropik siklon sisteminin qalıqlarının hələ də Azərbaycan ərazisində lokal xarakterli leysanlara səbəb olması ehtimalı var. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.